Ağlıma da gəlməzdi ki, Kayseri yağlaması bu qədər dadlı ola. Axır ki, mən də hazırladım. Un, duz, su ilə adi xəmir yoğururam. Kündəliyib gözlədirəm. Kündələr gözləyənə kimi soğanı qovurub qiyməni əlavə edirəm. Qiyməyə doğranmış pomidor, kapya biber, yaşıl biber, tomat və biber pastası, ədviyyatlar və duz əlavə edib mütləq su qatıram. Bu Kayseri yağlamasının əsas nüanslarından biridir. Su tökməsəz quru alınır. Trend yoldan aldığım bu yapışmaz sacın həm içində qiyməni hazırladım, həm də çölündə lavaşları bişirdim. Bu sac mənim ən sevdiyim mətbəx əşyalarımdan biridir. Linkini Trendyol səhifəsindən tapa bilərsiniz. Lavaşları tək-tək bişirəndən sonra keçirəm Kayseri yağlamasını yığmağa. Quruluğu sizi qorxuzmasın, çünki su ilə etdiyimiz şirəli qiymə onu yumşaq eləyəcək. Mütləq lavaşın kənarlarını videoda gördüyünüz kimi qiymənin yağına batırın. Daha sonra ənənəvi üsulla yağlamanı yığmağa başlayıram. 6 ya da 8 yerə bölüb mərkəzinə sarımsaqlı qatıq tökürəm. Mən biraz dəyişiklik elədim, qatığın yarısını cəfəri ilə blenderlədim. Bu da çox gözəl palitra verdi. Hazır lavaş deneyə bilməzdim, mən axı futblogerəm, sizi ilhamlandırmalıyam. Sizin də həvəsiniz varsa lavaşları mütləq özünüz hazırlayın, onda çox dadlı olur. Bəs sizə xəmir yoğurub açmaq uzun iş kimi gəlir, yoxsa sevirsiniz mənim kimi?